Hər vaxtınız xeyir olsun. Bugün sizinlə çox asan kulit reseptini paylaşacağım. Keçək hazırlama qaydası. Bunun üçün bizə lazımdır 6 ədəd yumurta, 2 stəkan şəkər tozu, 360 qram tvarok əlavə edib qarışdırırıq. 360 qram ərimiş kərə yağı, 2 portağalın qabığı, 200 qram kişmişi də əlavə edib qarışdırırıq. Portağal suyu. Belə bir xəmir alınır. 1 çay qaşığı sarı kök əlavə edirik. 1 paket vanil, 1 paket qabartma tozu, 1 çimdik duz, 400 qram unu əlavə edib qarışdırırıq. Glazur üçün bizə lazımdır 3 ədəd yumurta ağı, 1 stəkan şəkər tozu. Glazur artıq hazırdır.